Dostlar, bugünler biz yeni başlayan traderler için xüsusi olarak videolar çekiyorum. Diqqətlə oturun, ekrana yaxın oturun və baxın. Deməli, burada biz iki cür şam görürük. Biri yaşıl, biri qırmızı. Bu buğa şamıdır, qeyd olunub. Bu isə ayı şamı. Buğa şamı nədir, ayı şamı nədir? Burada mən hissələrə böləcəm videonu getdikcə. Və xüsusilə diqqətlə oxuyun. Əgər istəyirsə çoxlu videolar gəlsin, yeni traderlər üçün like vurun, bəyənin və paylaşın. Çünki çoxlarının demədiyi hissələri mən deyəcəm və mən yeni traderlər üçün xüsusi çəkilən videolar əsas mövzular olacaq. Başqalar kimi, boş-boş mövzular olmayacaq. İndi isə biz diqqət yetirik nəyə? Bu şamda biz fitillər görürük. Fitilsiz də ola bilər, fərq etməz. Sadəcə bu fitillər görürük. Buna kölgə deyirlər. Bu hissəsində aşağı kölgə edilir, bu hissəsində olana yuxarı kölgə edilir. Yəni ən son kölgənin axırı və burada axırı, burada qiymət, yəni maksimum qiymətəcən qalxıb bu şamda, bu minimum qiymətəcən buracan olub. Yəni bu şamda baxdıqda. Gövdə isə qiymətin açılış və bağlanışıdır. O şamın bədəni də sayılır. Yəni əgər qiymət aşağıda açılıbsa, yəni şam başlayanda qiymət aşağıda açılıb başlayıbsa və yuxarıda bağlanıbsa, bu yaşıl rəngdə olacaq. Göstərir. Əgər yox, tərsinə qiymət yuxarıda açılıbsa və aşağıda bağlanıbsa, bu olacaq onda qırmızı şam, yəni ayı şamı. Deməli, həmən iki kimi də burada gördüyünüz kimi də şamın bədənidir bu, gövdə hissəsi bu, Yapon şamları sayılır. Üst kölgəsi, alt kölgəsi, yəni və bu şamda da minimum qiymət burada olub, maksimum burada olub. İndi isə diqqət yetirək. Deməli, bazarda deməli şamların hərəkatı nəticəsində əmələ gələn trendlər 3 cür trend olur. Yəni trend 3 cür olur. Yüksələn trend, eniş trendi və neytral trendi. İndi biz burada fikir verin. Yəni burada biz gördüyümüz kimi bu yüksələn trendi sayılır. Niyə? Çünki fikir verin. Qalxdıqca burada maksimum yaradıb düşüb, burada minimum təzədən qalxıb maksimum yaradıb. Yəni hər maksimumlar bu fikir verin. Növbəti maksimumdan yuxarıdadır. Yəni bu qalxış trendidir. İmpuls gedib, impuls dalğa və düzəliş dalğası. Birinci impulsdur, sonra düzəliş. İmpuls, düzəliş, impuls, düzəliş, impuls. Yəni sıçrayış. Gedirik aşağı. Beləncik isə bu eniş trendidir. Göz ikinci. Yəni impuls aşağı düzəliş, impuls aşağı düzəliş, impuls aşağı düzəliş və burada da hər dəfə maksimumlar növbətinə nisbətən aşağıdadır. Fikir ver, getdikcə aşağıda. Eləncə də aşağı hissələr bir-birindən aşağıda yerləşir. Üçüncü isə neytraldır. Buna bakavik də deyirlər rus dilində, neytral sayılır. Neytral trendidir. Yəni müəyyən bir fikir ver. Aralıqda hərəkət edir, qalxır, dəyir, düşür, qalxır. İndi burada belə göstərir, amma reallıqda bu buracan da gəlməyə bilər. Fikir verin, göstərmişim sizə. Yəni biraz gəldi, düşüş, bura çatan yaxın təzədən qalxış, təzədən gətirdi. Belə. Yəni bu artıq baxın, bu lojni proboy sayılır, yəni insanları aldatmaq üçün. Bura yığırlar, yəni qalxıb likvidliklərini götürüb və düşür. Bu isə, yəni 3 cür trend var bazarda. Deməli, qalxış, eniş və neytral trendi. Yaddan çıxmasın, bəyənmə vurma, like vurma. İndi isə gələk biz, mən bayaq sizə dediyim kimi, yüksələn trend nətərdir? Hay, buna daha yüksək deyil. İngiliscə hay gedir, high low gedir bunlar. Amma bizim dildə daha yüksək aşağı. Yəni bizim dildə belə tərcümə olunur. Bunların mənası, çünki biz Azərbaycanda yaşayırıqsa, Azərbaycan dilində öyrənmişiksə, onda biz Azərbaycanca bunları öyrənməliyik. Deməli, burada daha yüksək təpə növbəti təpə bu təpədən də yüksək olur. Göz getdikcə, bu qalxışdır. Eləncə də aşağı hissələr bir-birinə nisbətən yuxarıda olur. Gedirik biz bunu cədvəldə qeyd edirik. Cədvəldə götürürük, bəs baxırıq, yüksək olubmu? Olub. Aşağı hissəsi bu hissə olubmu? Fikir ver.
olub. Sonra növbəti dəfə yüksək hissarda yaranıb. Geri gələndə baba burada yaranıb. Göz, sonra burada yaranıb. Təzədən düşüş, təzədən. Göz, bu qrafikdə, göz, bu artıq yüksələn trenddir. Bu istiqamətdə yüksələn trenddir. Düşüş trendi də gördüyümüz kimi, yəni low, ən alt təpə, aşağı yüksək, yəni low aşağı yüksək gedir, yəni aşağı düşdükcə yeni təpə, növbəti təpədən aşağı yaranır. Onun da ən alt hissəsi aşağı sayılır. Yəni low bizim dildə aşağı gedir və bu eniş trendidir. Və biz burada qrafikdə diqqət yetirib baxsaq, görəcək ki, deməli burada biz gözümüz təpə növbəti təpədən aşağıdır və alt hissələri də növbəti alt hissədən aşağıdır. Bu bizdə düşüş trendidir. Yəni eniş trendi deyirik. İmpuls nə tərs alır? İmpuls, mən dedim axı, impuls, korreksiya, impuls. Yəni, düzəliş. Korreksiya düzəliş deməkdir. Düzəliş, yəni, deməli, impuls əgər verildisə, düzəliş həmən bu impulsun 1/3 hissəsinə kimi də düşüb təzdən impuls verə bilər, 2/3 hissəsinə kimi də düşüb impuls verə bilər və 1/3 hissəsinə kimi düşüb impuls verə bilər. 2/1 hissəsinə kimi düşüb impuls verə bilər. Yəni, bunun yarısına kimi düşüb sonra qalxa bilər. Yəni, bu impulsun və onun 3/2 hissəsinə kimi də düşüb impuls verə bilər. Yəni, bu 3 yerə bölsək, onu yəni 3/2 hissəsinə kimi düşüb impuls verə bilər. Yəni, düzənləyə bilər. Burada belə bir istiqamət var, diqqət yetiririk bazarda. Gözümün bu istiqamətdə diqqət etsək, növbəti dəfə alt hissələrdən sonra və maksimumdan sonra bazar korreksiya, yəni neytral vəziyyətdə qalıb. Bu hissədən bazar bizdə neytral vəziyyətdə hərəkət edir. Qalxış baş verir, bu hissədə keçib neytral vəziyyətdə. Sonra düşüş, sonra təzədən düşüş trendi davam edir. Bazarda gözümün bunları təxmin eləməyi bacarmalıyıq biz. Fikir verin, burada ayrıca yəni düşüşü göstərmişim. Düşüş zamanı da fikir verin. Bunlar da dəstək və müqamət yerləri sayılır. Bunlar o barədə də deyiləcək. Və burada fikir verin, gəlib deyil, düşür və bu hissəni qırdıqda, bu hissəni qırdıqda növbəti dəfə gəlib bu hissəyə deyil və düşüş verir. Təzədən bu alt hissə yaranır və alt hissədə təzədən burada gəlib deyib. Bunlar isə dəstək və müqamət zonalarıdır. Növbəti dəfə gedəcək. Məsəl üçün, dəstək zonaları haqqında da biz keçəcək və deyəcək, yadınızda saxlayın, düşüş. Eləncə də biz fikir veririk. Gözümü qalxış başladıqda qalxış alt hissələri, növbəti yenə alt hissələr hara düşür, üst hissələr hara düşür. Hamısını biz görürüz. Buradan qrafik nisbətən düşüşə başlayır. Çünki bunun ilk təpəsi gözümdə bundan da yuxarıda yaranmır və aşağıda yaranır. Deməli, artıq bu istiqamətin dəyişir, düşüş trendinə gedir. Gördüyümüz kimi, trend beləncə cizginə çəksə qalxışa gedirdi. Sonra bu istiqamətdə trend bu hissəni qırır və düşüş formasını formalaşdırır. Aşağı yəni yarandıqda xəbərdarlıq siqnalı verir bizə. Aşağı trend, aşağı səviyyəni keçdikdə təsdiqləndi. Bunu biz bildik. Sonra keçdik. Tez-tez rast gələcək belə AB, növbəti dəstəklər deyəcəmsə, AB bərabərdir CD. Bunu yaxşı öyrənmək lazımdır. Mən sizə həmişə tez-tez qrafikdə rast gələn mövzular demişəm. A bərabərdir CD-yə. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, A, yəni, bazarda dalğavarı hərəkət eləyir qiymət. Yadda saxlayın, qiymət dalğavarı hərəkət eləyir həmişə. Bunu çoxunuz bilmirsiniz. Deməli, buradan deməli A, bu ikisi AB bərabərdirsə, deməli CD də AB-yə bərabər olmalıdır. Yəni, göz təxmini çəkib getdik. Sonra bax, gör burada gedirəm. Peşəkar texniki trader olmamışdan əvvəl bazarlar haqqında bir neçə şeyi başa düşməlisiniz. Tanınmış analitik David William Gunn bir dəfə yazırdı. Görün, almaq üçün çox yüksək və ya satmaq üçün çox aşağı qiymət yoxdur. Bəziləri deyir ki, filan yerdə ən yüksək qiymətdir, filan yerdə ən aşağı qiymətdir, səhv düşünürlər, görürsünüz. Bazarın məntiqi bir struktur daxilində fəaliyyət göstərir.
etdiyinə inanan hər kəs pul itirməyə məhkumdur. Yəni biz başqa cür analiz eləməliyik. Hansı ki, mən tələbələrimə həmin analiz üsulunu öyrətmişəm və onların çoxusu əvvəlcədən mənə rast gəlməmişdən və niyə itirdi? Səbəbi əslində bu idi. Çoxumuz heç bilmirsiniz ki, bu insan kimdir, nədir? Bunu bir çox sirləri də heç internetdə də yoxdur, tapa da bilmirsiniz, tapa da bilməyəcəksiniz. Ona görə deyirlər, hər şey internetdə olmur, yadda saxlayın. Vacib məlumatlar. Deməli, bəzən bazalar qavrayış, şayiə, manipulyasiya və ya sadəcə əksəriyyətin alış-veriş və ya satış etməsi səbəbindən yüksəlir və ya düşüş. Trend başladıqdan sonra adətən dalğalar yaranır. Deməli nədir? Bazarın hərəkatı yəni xəbərlərə uyğun gedə bilər, dedikodulara görə də düşüş və yaxud da qalxışlar olur, yəni insanları manipulyasiya eləyirlər, sadə dillə mən dəfələrlə demişəm ki, xəbərlər manipulyasiyadır. Deməli, və yaxud da insanlar hərəkatına görə, yəni alış və satışına görə. Məsələn, səhm yüksəlməyə başlayanda qısa müddətli satıcılar təzyiq altında qalırlar. Onlar təslim ola bilərlər ki, bu da qiymətləri daha da yüksəldir. Yuxarı trend xətti. İndi trend xətti haqqında biz danışırıq. Keçdik trend xəttinə dostlar. Burada bu gedirəm şey yuxarı trend xətti. Müsbət yamacın olduğu göstərən yüksələn dalğaların aşağı nöqtələrini birləşdirən düz xətt. Deməli, aşağı trend xətti nədir? Aşağı trend xətti mənfi yamacın olduğunu göstərən düşən dalğaların yuxarı nöqtələrini birləşdirən düz xətt. İndi qeyd etdiyimiz ki, kimsə bilmirsə bizim qrupumuza daxil ola, qrupu paylaşmışam. Daxil olub o qrupda baxa bilər. Deməli nədir? Fikir trend düşüşdür və biz burada trend xətt çəkirik. Deməli, əgər düşüşdürsə biz trendin üstündən çəkmişik, əgər qalxış trendidirsə biz onun altından çəkirik. Növbəti indi yazılarda mən sizə bunun sirrini öyrədəcəm. Bax, trend xətt, bunları qalxışda alt hissələri birləşdiririk, düşüşdə üst hissələri birləşdiririk, səbəbini sizə deyəcəm. Adədə hamımızın öyrəndiyi kimi. Və gördürsünüz, bayaq sizə dediyim kimi, hayolo, qalxışdır. Burada da göz birləşdirilir və düşüşdür. Trendi necə müəyyən etmək olar? Trend xəttinə görə dəyişiklik, trendin nə vaxt dəyişdiyini anlamaq vaxtında qərarlar qəbul etmək üçün vacibdir. Biz bilməliyik ki, trend nə vaxt qırıb düşüşə gedəcək, yəni onu bilməliyik və yaxud da düşüş zamanı nə vaxt qırıb qalxışa gedəcək. Deməli, diqqət yetirməsi əsas siqnallar bunlardır. Biz ona görə trend xətt çəkirik. Elə belə trend xətt çəkmir. Çoxları trend xəttdən imtina eləyir, amma çox səhv eləyir. İndi isə ki, diqqətlə fikir verir. Deməli, qiymət meylinin azalması, əgər qiymət trend xəttinə yaxınlaşmağa başlayırsa və impuls itirirsə, bu trendin zəifləyə biləcəyini və xəbərdarlığını müəyyən edir. Zəifləyə biləcəyini. Gəlin bir diqqətdən baxaq, burada belə bir şəkil var. Fikir ver, görsədir ki, getdikcə, fikir ver, burada aralıdır trend, məsafə, trend xəttdən fikir verin, qiymət aralıdır. Əgər qiymət getdi, burada da aralıdır. Əgər getdikcə qiymət trend xətti yaxınlaşırsa, o siqnal verə bilər ki, trend artıq düşüş trendi getdikcə zəifləyə bilər və bu xətti qırıb üzü yuxarı gedə bilər. Eləncə də bu tərs formasıdır. Görürsünüzmü bu xəttləri, görürsünüzmü? Və eləncə də tərs forması baş verə bilər. Demək, trend xəttinin nüfuz etməsi, əgər qiymət yuxarı trend xəttindən aşağı və ya aşağı trend xəttindən yuxarıya doğru qırılarsa, bu trend tərsinə çevrilə biləcəyinə dair güclü bir göstəricidir. Yəni fikir verib, buradan gəlirsə düşüş gözüm, yavaş-yavaş buradan qırılsa, üzü yuxarı gedəcək deməli trend düşüşdən qalxışa keçir. Əgər buradan qırılsa, deməli trend artıq qalxışdan düşüşə gedəcək.
Məsəl üçün, qrafikdə də bu göstərilir. Trend xətt çəkilib, altdan yuxarı qalxış trendidir. Gözmü, getdikcə buradan uzaqdır məsafə. Burada getdikcə trend xəttə yaxınlaşırsa, artıq bu trend xətti qırıb keçmə ehtimalı da var ki, bu hissədə trend xətti artıq qırır. Trend xətt burada nə üçün çəkilir? Trend xətt bizdə yəni dəstək rolunu oynayır. Dəstək rolunu oynayır deyənə, əgər bunu qırırsa, trend xətt müqavimət rolunu oynaya bilər. Qayıdıb deyib bura düşə bilər. Yəni trend xətt qırdısa, qayıdıb deyib bura düşə bilər. Əvvəlki videolarımda o haqqda başa salmışam. Kimsə bilmirsə qayıdıb baxa bilər. Sadəcə biz indi bunu birinci hissədən başlayıb əsas gedirik. Növbəti videolarda da izahlarını verəcəm. Növbəti dərslərimizdə də olacaq. Deməli burada diqqət edin ki, gözmü trend artıq burada qalxış trendidir və trend qırıldı. Qırıldıqdan sonra düşüş trendi davam elədi. Biz buradan əgər bir dənə də xətt çəksək, görəcək ki, bu istiqamətdə artıq bizim ola bilər ki, təzədən qalxış trendi düşüş qırılsın və qalxışa girsin. Fikir verin burada. Bu istiqamətdən biz bir dənə trend xəttimizi çəksəydik, bu istiqamətdə artıq trendimiz yuxarı qalxma ehtimalında görə biləcəkdik. Deməli, dəstək və müqavimətə keçirik. Biz bazar tarixən istiqamətinə təsir etmiş əsas qiymət səviyyələrinə reaksiya verərək dalğalar şəklində hərəkət edir. Bu səviyyələr dəstək və müqavimət xəttləri kimi tanınır. Onları qiymətin dayanmağa, geri dönməyə və ya sürətlənməyə meyilli olduğu görünməz maneələr kimi düşünür. Dəstək xəttləri cari qiymətdən aşağıda minimum səviyyə kimi çıxış edir. Müqavimət xəttləri isə cari qiymətdən yuxarıda tavan kimi çıxış edir. Bunu izah edəcəm. Bu səviyyələr sadə təsadüf ədədlər deyil. Onlar treyderlərin qərar qəbul etmək üçün istifadə etdikləri vacib istinad nöqtələrdir. Dəstək və müqavimət xəttləri nədir? Qiymət dəstək və müqavimət xəttinə yaxınlaşdıqda tez-tez istiqamətini dəyişdirərək reaksiya verir. Bu reaksiya treyderlər üçün mövqelərə daxil olmaq və ya çıxmaq üçün imkanlar yarada bilər. Bu xəttlərin ətrafındakı sahələr dəstək və müqavimət zonaları adlanır və onlar ticarətdə ən güclü vasitələrdən biridir. Deməli, sonra gedək. Bu zonaları necə müəyyən etməli və istifadə almaq üçün bazara uyğun zaman girişi budur. Mənalı bir şey müqavimət xətti qırıldısa, o tez-tez dəstək xəttinə çevirir və İndi fikir verin. Əgər qiymət müəyyən bir qiymətə yaxınlaşıb və oradan reaksiya alıb dönüş verib, sonra təzədən gəlib o istiqamətə gəlib çatına yaxın reaksiya alıb dönüş verə bilər, bu hissədə artıq müqavimət yaranır. Və yaxud da istəyir tərsinə gəlirsə, üzü aşağı düşüş zamanı gəlib həmən hissələrdə döngələr baş verirsə, növbət dəfə gəlib döngə baş verirsə, bu dəstək zonası adlanır. Dəstək müqavimətə çevrilə bilər, müqavimət də dəstəkə çevrilə bilər. Yəni, bunu da mən sizə izahını verəcəm, dostlar. Məsəl üçün, fikir verin. Bunun ilk maksimumu buraydı. Qiymət gəlib bu maksimum dəyib düşsəydi, bu müqavimət sayıldı. Amma bu qiymət müqaviməti qırır. Müqaviməti qırdıqdan sonra qalxış verib növbəti müqaviməti yaradır. Yəni, növbəti yüksək bir nöqtə yaradır. Oradan təzədən düşüş verdikdə, yəni, belə deyək də, korreksiya götürək və yaxud da bunun trendin özünü düzənləməni götürək, necə istəyirsiniz götürə bilərsiniz və burada həmən o müqavimət artıq qiymət qırıbsa dəstək rolunu oynayır. Yəni, gəlib qiymət qırdısa müqaviməti növbət dəfə düşüşdə dəstək rolu oynayır. Eləncə də tərsinə baş verər. Qiymət gəlib buranı qırdısa, ondan sonra dəstək rolunu oynaya bilər. Müqavimət rolunu oynaya bilər, əstəğfurullah. Bax, burada göstərilən kimi, indi illərin fərqi yoxdur. Bax, fikrin, burada artıq bu hissə yüksək. Burada gəlib müqavimət rolunu oynayıb. Yəni, qiymət dəyib bura düşüb, gəlib bir dənə müqavimət rolunu oynayıb. Qiymət gəlib bura düşüb və o alt hissədə bir
dəstək yaradıb və burada 2 dəstək yaradıb. Burada isə 3 dəstək. İndi buranı götürməyə 4 dəstək burada göstərib. Deməli nə baş verir? Növbəti dəfə buranı qırdıqdan sonra, bu alt hissəni qırdıqdan sonra qiymət gəlib artıq bu dəstək hissəni qırdıqdan sonra müqavimətə çevrilir. Qiymət dəyib bura və düşüş verir. Görürsünüz? Gəlib təzədən bu alt hissədə dəstək zonasını alıb. Görürsünüz? Bu hissədə alt nöqtədə qalxış verib. Sonra qırıb gedib növbəti dəstəyə və buradan təzədən dəstək alıb və qalxışa gedib. Eləncə də burada qırdıqdan sonra həmən bu hissəni görürsünüz, gəlib burada artıq o müqavimətlə rastlaşıb, gəlib yuxarıda təzədən həmən hansı ki bu müqavimətdir, təzədən onunla rastlaşıb. Görürsünüz? Yəni sadə bir şeydir. Yəni bu qrafikdə də göstərilir. Diqqətlə baxın. Görürsünüz, müqavimət, təpələr müqavimət sayılır, alt hissələr isə ən çox düşüş hissələri götürülür. Bunlar hamısı dəstək sayılır. Bu beləncə sadə üsulla qrafika baxmalısın. Çoxları deyir indikator. Görürsünüz, mən sizə indikatorsuz qrafiki göstərirəm və bəzi məqamların izahını sizə verirəm. Və videoda gördüyünüz kimi, baxın görün, görürsünüz, burada artıq müqavimət rolunu oynayıb. Çünki 1 dəyib düşüb, 2 dəyib düşüb, görürsünüz müqavimət rolunu. Aşağıda isə bu hissələr, yəni dəstək, bu hissə dəstək oynayıb, bir dəfə dəstək oynayıb, sonra qırıb burada üstündə dəyib yüngülvari düşüş verib. Sonra qiymət qayıtdıqda bu xəttə artıq bu dəstək artıq çevrilib müqavimət olub. Yəni görürsünüz, dəyib düşüş verib. Görürsünüz, bunları qeyd olunub. Görürsünüz, bu hissədədir, yenə bu hissədədir, beləncə, bu hissədə, bu hissədə, bu hissədə. Görürsünüz, hamısı bunlar hamısı qeyd olunub. Görürsünüz, dəstək və müqavimətləri açıq aydın sizə yəni burada göstərirəm. Gap haqqında sizə danışım. Gap əslində nədir? İngilis adı gapdir, amma çoxları Azərbaycanca adını bilmir. Gap yazılır. Deməli, bunlar boşluqlar sayılır. Əslində, Azərbaycan dilində ona boşluq deyilir. Qiyməti sıçradığı və qrafikdə boş yer buraxdığı sahələrdir. Yəni, qiymətin sıçradığı və qrafikdə boş yer buraxdığı sahələrdir. Gördüyünüz kimi, yəni burada qrafikdə əvvəl, yəni gap yaranıb, boşluq yaranıb, sonra qiymət gəlib bu boşluğu doldurub, bu boşluğu doldurub, sonra yoluna davam edir. Bəzən elə vaxt o ki, hər gapi bu qiymət məcburdur qəflətən doldursun. Ona görə onun növbəti dərslərimizdə keçəcək. Hələlik bu qədər. Kimsə nəsə bildirsə, səhifə 12-də qaldıq. Yazarsınız. Kommentdə yadımdan çıxmasın. Bir növbət dəfə başladıqda. Kimsə baxdısa xoşuna gəzə, bəyənmə vursun, like vursun və paylaşsın videomuzu ki, növbəti dəfə yeni mövzular üçün çəkər. Görürsünüz, yeni bir traderlər haqqında ən sadə bir gedişatlardır. Növbəti videolar olacaq hələlik.